İnsanların min illərdir mif hesab etdiyi şey, bəlkə də təbiətin içində artıq mövcuddur. Yer üzündə bəzi canlılar var ki, onların yaşlanma sistemi bizim düşündüyümüz kimi işləmir. Turritopsis doherna adlı meduza qocalanda öz hüceyrələrini yenidən ilkin halına qaytara bilir. Yəni biologiyada buna yaşlanmanın geri çevrilməsi deyilir. Bu artıq fikir deyil, mikroskop altında müşahidə olunan elmi faktdır. Bəzi insanlar deyir, əgər ölümsüzlük mümkündürsə, niyə heç bir canlı sonsuza qədər yaşamır? Çünki insanlar bir şeyi qarışdırır. Ölmək və yaşlanmaq eyni şey deyil. Bir canlı qocalmaya bilər, amma yenə də aclıqdan, xəstəlikdən və ya başqa canlı tərəfindən öldürülə bilər. Məsələn, hidra adlı canlı laboratoriya şəraitində demək olar ki, yaşlanmır. Onun kök hüceyrələri daim özünü yeniləyir. Lobster isə ömrü boyu böyüməyə davam edir. Çünki bədənində telomeraz adlı ferment aktiv qalır. Bu ferment hüceyrələrin köhnəlmə saatını yavaşladır. İnsanlarda isə problem fərqlidir. Bədənimiz hər gün milyardlarla hüceyrə yeniləyir. Amma hər bölünmədə DNT-də kiçik səhvlər yığılır. Zaman keçdikcə sistem zəifləyir. Biz buna qocalıq deyirik. Ən qəribəsi isə budur. Elm artıq siçanların yaşlanmış hüceyrələrini qismən cavanlaşdırmağa nail olub. Alimlər DNT-ni yenidən proqramlaşdırmaq üzərində işləyirlər. Bir zamanlar ürək köçürülməsi mümkünsüz görünürdü. Bugün isə adi əməliyyatdır. Deməli, sual artıq belədir. İnsan ölümsüz ola bilərmi? Yox. İnsanlıq buna nə vaxt çatacaq? Bəlkə də ölüm kainatın dəyişməz qanunu deyil. Sadəcə biologiyanın hələ həll edilməmiş problemidir. Əgər sən də adi məlumatlarla yox, insanın düşüncə sərhədlərini dağıdan mövzularla maraqlanırsansa, DeepMind kanalına abunə ol. Çünki bəzi həqiqətlər var, onları eşidəndən sonra artıq əvvəlki insan olmursan.